Yurd FM'de Radyo Vekil. Akşamınız xeyirli olsun. Radyo Dalğalar 90.7 tezliyini göstərir. Yurd FM radyosunda sizinlə mən Xəyal Orucoğludur. Radyo Vəkil proqramı efirdə öz işinə başlayır. Məlumatınız var ki, həftəçi 5 gün biz yayımda oluruq. Radyo Vəkil proqramını eyni saatda, axşam saat 6-dan 7-yə qədər təqdim edirik və bizim proqramda vəkil qonaqlarımız olur ki, dinləyicilərimizin, izləyicilərimizin suallarını cavablandırır və hər gündə yeni bir mövzu, yeni bir vəkillə sizin qarşınızdayıq. Bugün də danışacağımız məsələ, müzakirə edəcəyimiz mövzumuz var və vəcə istərdim ki, müzakirəmizə və mövzumuza keçməmişdən qabaq bugünkü vəkil qonağımızı sizə təqdim edək. Vəkillər Kollegiyasının üzvü İlkin Məmmədov bugün bizim qonağımızdır. Xoş gəlmişsiniz, salamlayırıq sizi. Salam, salam. Hoş geldin. İlkin bəy, bir saat ərzində dinləyicilərimizdən gələn suallar olacaq. Eyni zamanda bizim sizlə də həm də danışacağımız mövzumuz var ki, o mövzu ətrafında da bir fikir mübadiləsi aparacağıq. Bugün danışacağımız məsələ işçi əmək münasibətləri ilə bağlı olan bir məsələdir. Bununla yanaşı sizi maraqlandıran həm əmək münasibətləri ilə bağlı, həm ailə münasibətləri ilə bağlı və yaxud da ki, vərəsəlik, eyni zamanda ev, alqı-satqı, bu kimi məsələlərlə bağlı suallarınız da varsa bizə ünvanlaya bilərsiniz. Nömrələrimizi indidən xatırladım. 099 6 907 907 bizim bu WhatsApp nömrəmizdir. Bu nömrələrdə suallar yazılı formada qəbul olunur. Yazın, göndərin, biz də elə canlı vəkilimizdən sizin sualınıza cavab almış olaq. Eyni zamanda bizi sosial şəbəkədə də hal-hazırda izləyirlər. Sosial şəbəkədən, sosial mediadan izləyən izləyicilərimiz bizi hansı formada canlı olaraq həm də görə bilərlər. Yurd FM-in həm YouTube, həm də TikTok səhifəsində canlı yayımdayıq. Vaxt Medianın da həm YouTube, həm də TikTok səhifəsində canlı yayımlanırıq. Oradan da öz suallarınızı bizə ünvanlaya bilərsiniz və əlbəttə ki, suallar oradan elə operativ şəkildə cavablandırılacaq. Beləliklə başlayırıq əmək münasibətləri ilə bağlı olan mövzumuza. Bir çox hallarda baxırıq ki, İlkin bəy, məsələn, işdə işçinin hansısa bir formada görsüz, işdən narazı qaldığı bir halda qəfil işin yerindən və yaxud da ki, gördüyü işdən asılı olmayaraq işdən çıxıb gedir. Və yaxud da ki, daha çox ikinci məqam daha çox rast gəlinir və yaxud da ki, işçinin xəbəri olmadan və daha əvvəl məlumat verilmədən qəfil işçiyə deyirlər ki, əlvida. Yaz ərzəni çıx və yaxud da ki, sadəcə olaraq səninlə işləmək istəmirik, ya ərzəni yaz, ya da müqavilən bitdi, filan. Bu kimi məsələlər. Ümumiyyətlə, bu cür yanaşma qanunvericiliklə necə tənzimlənir? İşçi və yaxud da ki, işə götürən tərəfin nə kimi məsuliyyəti var? Çox sağ olun suala görə. Demək, bu geniş bir mövzudur. Bəli. Həm də aktualdır hal-hazırda. Təbii ki, bu qanunvericilikdə konkret olaraq tənzimlənir bu məsələlər. Əmək məsələsi, belə deyək, konkret müəyyən edibdir. İşçi işə götürən hansı hallarda əmək münasibətlərini dayandıra bilər, əmək müqaviləsinə xitam verə bilər. Bəli. Yəni, demək ki, hər ay istədiyi kimi əmək müqaviləsinə xitam versin, işçiyə məlumat verməsin və yaxud da işçi işə götürənə məlumat verməsin, bu qəbul edilməzdir. Bəli. Əmək məcəlləsinin konkret maddələri var ki, harada işçi əmək münasibətlərinə xitam vermək istəyirsə, işə götürəni necə xəbərdar etməlidir, Bəli. bununla bağlı necə məlumat verməlidir. Həmçinin də işə götürən əgər işçi ilə əmək müqavilələrini münasibətini dayandırmaq istəyirsə, müqaviləyə xitam vermək istəyirsə, o da eyni cür prosedura riayət etməklə işçiyi bu barədə xəbərdar etməlidir. Bəli. Bu prosedur dediyimiz məsələ neçə gün nəzərdə tutulub? Deyək ki, işçi öz işə götürənini, yəni işlədiyi müəssisəni nə qədər əvvəldən məlumatlandırmalıdır ki, hörmətli müəssisə, mən filan vaxtdan və yaxud da ki, filan gündən artıq sizinlə əməkdaşlığı dayandırmaq istəyirəm. Başqa bir yerdən təklif gəlib və ya ümumiyyətlə sizlə əməkdaşlıq etmək istəmirəm. Yəni, nə qədər müddətdir bu əmək məcəlləsində? Belə deyək, ümumiyyətlə, işçi əgər işdən çıxmaq istəyirsə, bir ay müddət müəyyən eləyir əmək məcəlləsi. Bəli. Yəni, bir ay qabaqcadan o işə götürəni bununla bağlı xəbərdar etməlidir. Yəni, ərizə şəklində müraciət edir, buna xəbərdarlıq müddəti deyilir, o orada müəyyən eləyir, işdən çıxmağını bildirir. Bəli. Və bu bir ay ərzində artıq işə götürən onunla bağlı tədbirlər görür və bir ayın sonunda, xəbərdarlıq müddətinin sonunda işçi artıq işdən ayrılmış sayılır. Yəni, işə götürən onunla bağlanmış əmək müqaviləsinə xitam verməlidir. Xitam verir və yaxşı, belə olan halda deyək ki, tərəf artıq məlumat verdi və yaxud da ki, məlumat vermədən bunu edibsə, bu işçiyə qarşı və yaxud da ki, əksinə,
deyək ki, eyni məsələ deyəsən səhv etmirəmsə işə götürənin də məsuliyyəti var, düzdürmü? Eyni müddət işə götürən üçün də nəzərdə tutulub ki, ən azından bir ay müddətində daha əvvəlcədən xəbərdarlıq etməlidir ki, bir aydan sonra sizinlə əməkdaşlığı yekunlaşdıracağıq və sizinlə sağollaşacağıq. Yəni adam heç olmasa gedib özünə başqa bir yerdən iş tapa bilsin, düzdürmü? Bəli, həmçində işə götürən üçün bu qaydalar nəzərdə tutulub. İndi orada baxır hansı əmək məcəlləsinin hansı əsası ilə o işə götürən əmək müqaviləsinə xitam vermək istəyir. Ona görə konkret müddətlər, vaxtlar müəyyən olunubdur. Aha, konkret müddətlər. Bəs yaxşı, bu müddətlər müəyyən olunduğu halda, amma xəbərdarlıq edilmədən işdən çıxmaq və ya işdən çıxarmaq nə kimi hüquqi məsuliyyət yaradır? Yəni, müəssisəni və yaxud şəxsi hansısa bir cərimə, inzibati məsuliyyət gözləyirmi? Bəli, əlbəttə ki, buna görə inzibati xətalar məcəlləsində məsuliyyətlər müəyyən olunur. Düzdür, bunlar belə bir o qədər də aktual deyil. Yəni tətbiqi o qədər də belə deyək geniş yayılmayıb. Aha, real görünmür. Real görünmür, amma adətən əsasən işçilərdə bu olur. İşçilər istədiyi kimi işə götürənə bir ərizə atıb, yazıb işdən ayrılırlar, ayrılmaq istəyirlər. Və səbəbini də göstərmirlər adi bir halda. O bir aylıq xəbərdarlıq müddətini də gözləmək istəmirlər. Bəli. Amma indi bu real cəza tədbirləri tətbiq edilmədiyi üçün bunlar buradan sui-istifadə edib və belə bir geniş hal almış olur bu. Bu məsələ ilə yanaşı bir digər nüansı da diqqətinizə çatdırım. Bu nə ilə bağlıdır? Deməli, bəs yaxşı belə olan halda, hansılar ki, deyək ki, məlumat vermədən, deyək ki, heç bir xəbərdarlıq etmədən işdən çıxarılıbsa, şəxs bununla bağlı əmək müfəttişliyinə necə müraciət etmək kimi hüququ yaranırmı? Bəli, əlbəttə ki, yəni ümumiyyətlə əmək hüquqlarının pozulması ilə bağlı birinci dövlət tərəfindən müraciət ediləcək orqan əmək müfəttişliyi sayılır. Əmək müfəttişliyi bir növ işə götürənin yox, əsasən işçinin hüquqlarını müdafiə edən bir qurum kimidir. Çünki ora adətən işçilər işə götürəndən şikayətlə müraciət edirlər. Orada da əgər əmək müfəttişliyi araşdırma aparır, müəyyən edirsə ki, işə götürən tərəfindən işçiyə qarşı haqsızlıq olub, onun əmək hüquqları pozulub. Təbii ki, onlar da qanunvericilik çərçivəsində inzibati qaydada məsuliyyət tədbirləri görmə imkanları vardır. Maraqlı məsələlər var, maraqlı nüanslar var. Yeri gəlmişkən suallarınız varsa yaza bilərsiniz. Bizə sosial şəbəkədən hal-hazırda izləyicilərimizdən gələn suallar var. 099 6907 907 WhatsApp nömrəsinə göndərilən suallarımız da var. Onları da səsləndirəcəyik. Əmlak məsələləri ilə bağlı göndərilən suallar var. İşçi münasibətləri ilə bağlı göndərilən suallar var. Suallarınız yazılı formada qəbul olunur. Yazın, göndərin, biz də burada səsləndirək. Bugünkü vəkil qonağımız İlkin Məmmədovdur. Vəkillər kollegiyasının üzvü. Həm sizin, həm də bizim suallarımızı cavablandırır. Bundan sonra bizi sosial şəbəkədə, sosial mediada izləmək izləyənlər də oradan yaza bilərlər suallarını və qeyd edim ki, hal-hazırda bizi həm Vaxt Medianın YouTube kanalında və ya TikTok səhifəsində və ya Yurd FM-in YouTube və TikTok səhifəsində izləmək olar. Kollektiv əmək müqaviləsi deyilən bir anlayış var. Bax, bu nədir deyə dinləyicimiz soruşur. Kollektiv əmək müqaviləsi nədir? Kollektiv əmək müqaviləsi demək o da bir müqavilə formasıdır. Əmək qanunvericiliyində nəzərdə tutulub. Bir var işçi ilə işə götürən arasında olan fərdi müqavilə. Bir də kollektiv əmək müqaviləsi. Bu olur, tutalım ki, işə götürənlərin, işçilərin birliyi tərəfindən, tutalım həmkarlar təşkilatı ilə işə götürənin arasında bir neçə deyək ki, işçilərin hüquqlarını müdafiə edən qurumlarla həmkarlar təşkilatı arasında olan və işə götürənlərin birlikləri arasında olan müqavilələrdir. Yəni burada bir neçə şirkət deyək ki, bu kollektiv müqavilədə birləşə bilirlər, hə? Bəli, onlar ümumi qaydalar müəyyən edirlər, deyək ki, əmək münasibətlərinə dair. Yəni konkret işçi işə götürən arasında belə deyək, münasibət tənzimləmir, o ümumi məsələləri tənzimləyir. Ümumi məsələləri tənzimləyir. Deməli, suallar var, dinləyicilərimizdən gələn suallar var. Onları səsləndirəcəm, amma indi reklam arasına keçid alacağıq. Deməli, evlə, mülklə bağlı da sual ünvanlayıblar. Gələn sualların maraqlı bir sual var. Deyir, mən hərbi sahədə çalışıram. 16 il iş stajım var. Mənim alimentim var. Əmək haqqımın 30 mislisi kəsilib. Qarşı tərəfsə məni təzyiqlə verib məhkəməyə ki, stabil məbləğ təyin olunsun. İşimiz deyir, mediasiyadadır. Mən qarşı tərəflə razılaşmıram. 3 aydır ki, mediasiya işimi məhkəməyə vermir ki, gəl razılaş, bu nə qədər düzgündür?
Mediasiya belə deyək, o barışıq mərhələsidir. Yəni o institut belə deyək, tərəflərin özünün iradəsindən asılı olaraq razılığa gəlib barışmaq üçün bir yerdir. Belə loru dildə. İndi amma mediasiyada da müddətlər var. Yəni nə qədər mediator o işi apara bilər, o müddətləri yekunlaşdırıb artıq əgər barışıq olursa, barışıq müqaviləsi imzalanır. Yoxdursa arayış verir ki, mediasiya sessiyası artıq bitmişdir və iş mediasiyada yekunlaşmışdır. O sənəd əsasında onlar artıq məhkəməyə müraciət edə bilərlər. Aydındır. O digər məsələ də qeyd edilir ki, mediasiya işi göndərmir. Hə, göndərmir, yox. Mediasiya onu çox saxlaya bilməz. Orada müddətlər var. O müddətlərdən sonra əgər bir tərəf razı deyilsə, mediator o işi yekunlaşdırıb, yəni tərəflərə müraciət edilən tərəfə arayış verir. O arayışla tərəfdə məhkəməyə müraciət etmək hüququ var. Bəs 30 misli nədir? 16 ildir hərbidə işləmişəm və 30 misli dəyərində bu necə hesablanır ümumiyyətlə? Maaşın mı 30 mislini, yoxsa ümumi məbləğin mi 30 misli? Dinləyici nəyisə ola bilər, nəsə o qarışdırır. Orada misli əmək haqqının hissəsi müəyyən olunur da, belə deyək. Sabit gəlir varsa, tam əmək haqqı varsa. Yəni 30% deyək, hə? Hə, faiz yox. İndi orada elə bir anlayış yoxdur. İndi hazırda məhkəmələr minimal əmək haqqının 62 mislini müəyyən edirlər. Bəli. Bir uşağa görə. Bəli. O indi o da hesablananda indi minimum əmək haqqı da hər il artdıqca bəli, o dəyişir. İndi gələn il deyək ki 260 manat olacaq. 260, bu il 246 manat idi, hə? Bu nüanslar var. Suallarınız varsa yaza bilərsiniz. Bizə ünvanlanan suallar var və bu suallarla bağlı əlbəttə ki bugünkü suallarımızı cavablandıracaq vəkil qonağımız İlkin Məmmədovdur. Suallarınızı yazın. Biz qısa bir reklam arasından sonra qayıdacağıq və cavablandıracağıq. Proqramımız qaldığı yerdən davam edir. Sizin də suallarınız varsa yaza bilərsiniz. Biz bugün işçi və yaxud da ki işə götürən xəbərdarlıq etmədən şəxsi işdən çıxarda bilərmi və yaxud da ki çıxarıla bilərmi, gedib çıxıb gedə bilərmi, yəni işçi və yaxud da qarşı tərəf. Bax bu səpkili suallarınızı eyni zamanda ailə münasibətlərlə bağlı ola bilər. Bundan savayı torpaq və yaxud da ki sənəd almaq məsələsi ilə bağlı suallarınız ola bilər. Vəkillər kollegiyasının üzvü İlkin Məmmədov bugün bizim qonağımızdır. O həm sizin, həm də bizim suallarımızı cavablandırır. Və gələn suallar var, maraqlı suallar da var. Deyir ki, müqavilə ilə 500 manat bağlayıb da 900 manat alırsa işçi, sabah iş məhkəməli olsa, yəni iş və işə götürənlə hansısa bir formada məhkəmə müstəvisinə gedib çıxsa, bunda işçini nə gözləyir? Belə deyək, o artıq bağlıdır ona ki, o məhkəmədə sübut edə biləcəkmi ki, o 500 manat rəsmi alıbdır, amma o 900 manat ona pul verir. Olaraq 900 manat. O qalığını artıq əlavə veriləni sübut eləmək lazımdır ki, məhkəmədə ki, onun maaşı 900 manat olub, amma rəsmi hissəsi 500-dür. Əgər sübut eləyə bilərsə, orada artıq yəni deyək ki, o pulu tələb eləyə bilər, tələbi nədirsə o, eyni zamanda o əslində inzibati xətadır, müfəttişlik işə götürən barədə ciddi tədbir görə bilər ondan bağlı. Maraqlı məsələdir. Deyir ki, bir digər sual da var. Deyir ki, işçinin işə gəlməməsi və ya işə gecikməsi ilə əlaqədar işə götürən onun əmək haqqısından tuta bilərmi? Qanun bunu necə tənzimləyir? Qanunda elə bir konkret bir şey yoxdur. Yəni işçinin işə gəlməməyinə görə və ya gecikməyinə görə, gəlməməyinə görə onun əmək haqqısından tutulsun. Orada konkret yazılıb ki, əgər işçi işə gecikirsə, işə gəlmirsə, hansı tədbirlər görülür? Aha. Yəni o belə deyək, o bu tədbirləri qanunvericilik müəyyənləşdiribmi? Müəyyənləşdirir, bəli. Bu pozuntu sayılır. Hətta işçinin bir tam iş günü işə gəlməməyi, əgər işə götürən bunu sübutla təsdiq edərsə, rəsmiləşdirərsə vaxtında, o işçini belə deyək, işdən çıxarmaya qədər, belə deyək, o 70-ci maddə ilə işdən çıxarmaya belə parazit maddə, yəni işçilər üçün. Ondan çıxartmağa belə imkan verir. Deyir ki, bir də aylıq müqavilə bağlamaq ola bilərmi? Yəni hər ayda bir müqavilə. Yəni müqavilə bir aydan bir yenilənsin. Belə bir anlayış varmı? Müqavilə bir aylıq bağlanması. Əmək müqaviləsində müddətli əmək müqaviləsi anlayışı var. Yəni orada əmək müqaviləsi müddəti məsələn bir ay nəzərdə tutula bilər, hə? Bir ay tutula bilər, 2 ay, 3 ay, nə qədər istəyir, razılaşmadan asılıdır tərəflərin.
Aha, bir maraqlı sual da var. Deyir ki, izləyicimiz yazıb ki, sosial media üzərindən, deyir ki, məni heç bir problem olmadığı halda işdən azad ediblər. Özüm də 2-ci qrup əliləm və onkoloji də xəstəyəm. Mən işdən heç bir imzam olmadan, heç bir problemim olmadığı halda işdən azad ediblərsə, özüm də əliləmsə, belə olan halda qanunla öz hüquqlarını necə bərpa edə bilər? Yəni, heç bir xəbərdarlıq edməyiblər. Ümumiyyətlə, qrup əlillərin işdən azad edilməsi ilə bağlı müəyyən bir məhdudiyyətlər var. Yəni, bildiyim qədərlə qanunvericilikdə. Məhdudiyyətlər öz yerində var. Bir də heç nədən baxmaq lazımdır, hansı əsasla azad ediblər. Əsas vacibdir. Yəni, hansı maddə ilə nəyə görə azad ediblər. Əgər qanunsuz azad ediblərsə, müraciət edə bilər əmək müfəttişliyinə. Əmək müfəttişliyi dərhal reaksiya verəcək yəqin ki. Oradan da tədbir görüləndən sonra və yaxud da görülməsə belə məhkəməyə müraciət edib hüquqlarını bərpa etdirə bilər orada. Aha, maraqlı məsələdir. Digər bir sual da var. Bu sual nə ilə bağlıdır? Deməli, dinləyicimiz bizə bu sualı ailə münasibətlərlə bağlıdır. Deyir ki, hər ay aliment ödəyirəm uşaqlara görə. Uşaqlar da deyir, Rusiyadadır, qarşı tərəf deyir, uşaqlarla danışmağa qoymur məni. İndiki halda bir ata olaraq niyə bilərəm? Uşaqlar Rusiyadadır, alimentini də ödəyir. Digər ki, onunla qadın danışmağa qoymur uşaqları. Yəni, nə formada? Məhkəmə müstəvisində və yaxud da qanunvericinin hansı tələbi var ki, tətbiq olunan şəxs bununla öz övladlarıyla danışsın? Biraz o məsələ qəzidləşir ona görə ki, uşaqlar, yəqin ana da burada yoxdur, uşaqlar da yoxdur. Böyük ehtimal ki. Yoxdursa, o ünsiyyət məsələsi xaricdə olduğu üçün burada tənzimlənə bilmir. Yəni, o deyək ki, məhkəməyə müraciət edə bilər, uşaqlarla ünsiyyət hüququnu təmin elətdirə bilər. Amma onun o təmin olunma mexanizmi, icra mexanizmi biraz sual altında qalır. Çünki ölkə ərazisində deyirlər, onu icra məmurları... İcra deyir, dəfələrlə xəbərdarlıq edib. Xəbərdarlıq etsə də, yəni, o mahiyyəti olmur da, yəni əhəmiyyəti qalmır. Aydındır. Çünki tapıb gətirmək, onu təmin eləmək mümkün deyil o məhkəmə qərarının icrası. Çox maraqlı. Amma adam özü məsuliyyət daşıyırmı buna görə? Qərarı icra etmədiyinə görə vətəndaş. Bəli, əlbəttə, ona görə məsuliyyət daşıyır. Məhkəmə qərarını qəsdən icra eləməməkdir. Əgər ölkəyə daxil olarsa, icra məmurları barəsində tədbir görə bilərlər. Aydındır. Deyir, 2006-cı ilə qədər 20 il stajım var. Mənə həmin illərin sığortası necə hesablana bilər? Yəni, 2006-cı ilə qədər 20 il iş stajı olub. İzləyicimizin deyir, həmin illərin sığortası necə hesablanacaq ümumiyyətlə? Hesablanma qaydası konkret olaraq. Onu biraz o riyazi məsələdir. Onu konkret hesablamaq lazım gələcək. Hə, bunu belə şifahi demək biraz çətindir. Bəli. Bununla bağlı asandır. Məsələn, dost xidmətinə müraciət edib orada o sualı versələr, dərhal hesablayıb ona daha dəqiq məlumatı deyəcək. Əla. Yeri gəlmişkən sizin də suallarınız varsa yaza bilərsiniz. 099 6 907 907 WhatsApp nömrəsinə suallarınızı göndərə bilərsiniz. Bugün iş və işçi münasibətlərindən danışırıq. Əmək münasibətlərində qarşılaşdığınız problemlərlə bağlı da öz suallarınızı bizə ünvanlaya bilərsiniz. Və qanunvericilik hansı formada, necə müəyyənləşdirir bunu? Bax, bu barədə suallarımızı Vəkillər Kollegiyasının üzvü İlkin Məmmədov cavablandırır. Eyni zamanda bizə əmlak məsələləri ilə bağlı, ailə münasibətləri ilə bağlı olan suallarınızı da göndərmə imkanınız var. 2 sot torpağım var deyir dinləyicimiz. 2000-ci il icra sənədi ilə kötük sənədində də var ki, 2 sotda zəbt torpağıdır. Mən indi o 2 sota icra sənədli olan yerə kupçu ala bilərəmmi? Deməli, 2 sot torpağı var, 2000-ci il icra sənədi ilə. Kötük sənədi də var. 2 sotda isə zəbt torpağıdır. Elə başa düşdüm ki, söhbət 4 sotdan gedir. Deyir, bax, o 2 sota, yəni icra sənədi olan sota, daha doğrusu torpağa kupçu ala bilərəmmi? Qanuni olaraq necə edə bilər bunu? Mümkündürmü? Əgər deyək ki, o zəbt olunan, yəqin ki, özü zəbt edib, onun istifadəsindədir hal-hazırda, şəxsin özünün istifadəsindədir. Ona görə başqa şəxsin ora iddiası da yoxdursa, bəli, başqa bir kiminsə ora mübahisəli deyilsə, sonra ümumi istifadədə olan torpaq sahəsi deyilsə, müvafiq dövlət orqanları, məsələn, dəqiqləşdirmək lazım birinci həmin o zəbt olunan torpaq kimin balansındadır. Zəbti qoyuruq kənara. O icra sənədi ilə olan torpağı soruşur ki, ora ala bilərəmmi sənəd? Ora təbii ki, ala bilər.
əgər sənədləri qaydasındadır, alt sənədləri, köç sənədləri. Bir kötü sənəd falan var hamısı. Varsa müraciət edib daşınmaz əmlakın reyestri xidmətindən ala bilər sənədləri. Daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət edirsiniz. Oradan o 2 sot torpağa, hansının ki icra sənədi var deyirsiniz, onu ala bilərsiniz. Ala bilməsəz, imtina versələr, o halda məhkəməyə müraciət edə bilərəm. Məhkəməyə müraciət eləməlidir. Amma sənədlər gərək doğru olsun da. İndi biz bilmirik orada nə sənədlər var. İcra sənəd deyəndə anlayış genişdir. Orada çox sənəd ola bilər. Bələdiyyə ola bilər, icra hakimiyyətin verdiyi sərəncam ola bilər. Müxtəlif sənədlər olur. Mən də 2018-ci ildə MTK-dan ev almışam. 2022-ci ildə təmir eləmişəm, yaşayış yoxdur. Bu günə qədərdir ev pulu istəyən olmayıb. İndidir 6 illik ev pulu istəyirlər. Və mən axırıncı neçə ilin ev pulunu verməliyəm. Mənzil məcəlləsində hansı maddə ilə bu nə dərəcədə doğrudur soruşur. Yəni adam 2018-ci ildə ev alıb, 2022-ci ildə təmir etdirib və indi deyirlər ki, o 6 ilin pulunu zəhmət olmasa buyurun ödəyin. Hansı ki, bəlkə də hissə gəlib alsaydılar daha adama münasib olardı, nəinki indi. Mənzil məcəlləsində filan bu necə tənzimlənir? Yəqin ki, vətəndaş, yəni ona əvvəllər də xəbərdarlıq eləyiblər ki, bu kommunal xidmətlərdir, bu binaya xidmət göstərilməsi ilə bağlı tələb olunan haqdır, onlar onu istəyirlər. Sadəcə olaraq bunun belə bir tənzimlənən, belə konkret forması yoxdur. Yəni, bu halda MTK üzvü vətəndaşla MTK arasında müqavilə bağlanmalıdır. Kommunal xidmətlərin göstərilməsinə dair. Və orada tərəflər qiymət razılaşdırırlar ki, tutalım mən mənzilimin kvadratına görə nə qədər, neçə qəpik pul ödəyəcəm. Və burada qiymət müəyyən olunur. Əgər bu müqavilə varsa, bəli, vətəndaş o halda məcburdur o pulu ödəməyə. Amma tərəflər arasında razılaşma yoxdursa, müqavilə yoxdursa, belə deyək, məcburiyyət faktı yaranmır. Amma MTK-lar bəzi aralarda özlərinə əllərində olan o vasitələrdən istifadə edirlər, lifti dayandırırlar və yaxud da digər vasitələr göstərirlər ki, bəli, vətəndaş bu pulu ödəməyə məcbur qalsın. Amma belə qanuni tərəfindən, əgər tərəflər arasında razılaşma yoxdursa, qanun konkret elə bir qayda müəyyən etməyib ki, öhdəlik qoymuyor. Öhdəlik qoymuş ki, MTK-da yaşadığına görə bu qədər kommunal xidmət haqqı ödəməlisin. Bax, belə olan halda adətən belə MTK-larla bizim dinləyicilərimizin, izləyicilərimizin qarşılaşdığı problemlər olur ki, onunla bağlı yazırlar da bizə neynəsinlər. Məsələn, ona hansı bir süni yolla təzyiq göstərilsə, bununla bağlı müvafiq bir orqan varmı ki, ona müraciət etsin ki, qardaş, bu mənə belə təzyiq göstərir, tək mənə yoxdur ya ki, pulu ödəməyən ümumiyyətlə digər şəxslərə öz başından gəlib pul tələb edir və yaxud ki, hansısa bir bizim razılaşdığımız bir cəmiyyət yoxdur ortalıqda, MTK özünü komendant kimi aparır, hansı ki biz onun komendantlığını da qəbul etmirik. Bax, belə olan halda neyə bilərlər? Hansı formada müraciət etmək olar? Belə halda müraciət eləyə bilərlər. Bütün dövlət orqanlarına, rayon icra hakimiyyətinə konkret olaraq bələdiyyə müraciət eləyə bilərlər. Amma belə deyək, MTK-ların onlardan elə bir asılacağı yoxdur. Onlar yəni ayrıca belə deyək, özəl hüquqi şəxslərdirlər. Müstəqil. Bəli. Əgər elə mübahisə yaranırsa sakinlə MTK arasında, sonda həlli yeri məhkəmə olur təbii ki. Çünki məhkəməyə müraciət eləyib, tutalım MTK ona hansı bir süni maneələr yaradır, mənzilinə giriş-çıxışını nəsə bir bu öz başınalıq deyil əslində. Bəli, o halda məhkəməyə müraciət edib o qanunsuz hərəkətlərin qarşısını almanla bağlı tələb irəli sürə bilər. 099 907 907 bizim WhatsApp nömrəmizdə öz suallarınızı bura yazılı formada göndərə bilərsiniz. Bizi hal-hazırda sosial şəbəkədən izləyən izləyicilərimiz də var. Onlar da bizi həm Yurd FM-in YouTube və TikTok səhifəsində, eyni zamanda Vaxt Medianın da YouTube və TikTok kanallarında izləyə bilərlər. Oradan da suallarınızı gözləyirik. Yazın gəlsin. İşçiyə xəbərdarlıq etmədən onu işdən azad etmək olarmı? Və ya işçi xəbər vermədən işdən çıxıb gedə bilərmi? İşini də öz başına qoyub. Bax, belə bir formada sual qoymuşuq. Siz necə düşünürsünüz? Qanunvericilik hansı formada tələb müəyyənləşdirib? Bax, bu istiqamətdə danışırıq. İş prosesində qarşılaşdığınız hər hansı bir problemlə bağlı qanunvericiliklə müəyyənləşdirilən qaydaları bugünkü vəkil qonağımız İlkin Məmmədov cavablandırır. Vəkillər kollegiyasının üzvü və təbii ki, digər suallarınızı da yaza bilərsiniz. Əmlak məsələlərlə bağlı, ailə münasibətlərlə bağlı, mülki işlərlə bağlı və əlbəttə ki, əmək münasibətlərlə bağlı olan suallarınızı da yazın gəlsin. Biz burada cavablandıraq. Digər bir sual var, deyir, torpaq sahəm var, 1,6 sot çıxarış almışam. Bu qədər əraziyə çıxarış alıb, amma deyir, texniki pasport verməyiblər ki, əmlak komitəsindən gəlib baxıblar, xəritədə sürüşmə var. Mən necə texniki pasport ala bilərəm? Dinləyicimiz soruşur. Yəni, sənəd veriblər, digər ki, bəli. Aydındır. Əgər çıxarış varsa, artıq bu
torpağın mülkiyyət sənədi sayılır. Çıxarış olan yerdə bunun arxasında, yəni buna əlavə olaraq torpağın plan dizisi, yəni texniki pasport olmalıdır, belə deyək. Plan ölçüləri nəzərdə tutulur. Bu olması mümkün deyil, çünki çıxarışda olan torpağın harada yerləşməsini müəyyən edən həmin texniki sənəd, Bəli. plan, dizici. Əgər vermirlərsə, təbii ki, məhkəməyə müraciət edilib, məhkəmə qaydasında tələb edə bilər ki, həmin orqan üzərinə vəzifə qoyulsun, o torpağın texniki planının, plan dizisinin çəkilib təqdim olunmasından bağlı. Aydındır. Bəs burada müəyyən bir mane ola bilərmi o sürüşmə ərazisi falan olması texniki pasportun verilməsinə həm də? Ola bilər, amma o yenə dövlət orqanının problemidir. Çünki sürüşmə varsa dövlət orqanı var, onlar ora nəzarət edirlər. Bəli. O belə deyək, cizgiləri, o planları onlar hazırlayırlar və tərtib eləyirlər. Ona görə onlar onu hazırlayıb vətəndaşın bildirməlidirlər ki, sənin torpağın harada yerləşir və ona dair sənəd verməlidir. Sürüşmə var bəhanəsi ilə o sənədi verməmək əsassızdır. Bir maraqlı sual da var mövzumuzla bağlı olan sualdır. İşə götürən tərəfdən işçi işə getmirsə, niyə maaşın 2/3-dən az olmayaraq ödənilmir? Yəni, sual belədir ki, işə götürən tərəfdən işçi işə getmirsə, yəni deyək ki də, yəni işə götürən tərəfdən onun üzrü səbəbindən işə getmirsə, işçi işə getmirsə, niyə maaşın 2/3-dən az olmayaraq ödənilmir? Əslində mən də tam olaraq anlamadım sualın ki, burada kimdir, buradan beləsi biraz daha aydın yazsaydılar daha başa düşülən olardı, razıyam sizdən. Bir digər maraqlı sual var, bu bugünkü mövzumuza aid. Deyir, işə götürənin ixtiyarı varmı öz müəssisəsinə aid öz qaydalarından ibarət müqavilə hazırlaya? İşə götürənin belə bir ixtiyarı varmı? Əmək müqaviləsində, əmək məcəlləsində, daha doğrusu əmək müqaviləsinin belə bir forması var. Yəni forma kimi təqdim olunub ki, əmək müqaviləsi hansı formada tərtib olunmalıdır. Ona görə bu biraz imperativ xarakter daşıyır. İşə götürən onu istədiyi kimi dəyişə bilməz. Müəyyən işçinin xeyrinə olan ora bəndlər və yaxud da hansısa hallar müəyyən eləyə bilər. Əlavə edə bilər. Bəli, amma işçinin hüququnu məhdudlaşdıran, azaldan və yaxud da hər hansı bir digər hüququnu pozan bəndlərin əlavə olması qadağandır. Aynen. Yəni bu müqavilələr və yaxud ki bu qaydalar ancaq əmək məcəlləsinin şərtləri daxilində ola bilər. Düzdür, onu kənara keçə bilməz. Deyək ki, məhkəmənin hökmü ilə aliment kəsilib, 1 ildən artıq vaxtı məhkəmənin qərarı ilə aliment təyin edilib, amma ala bilmirəm. Dinləyicimiz yazıb. Məhkəmənin hökmü ilə aliment kəsilib, 1 ildən artıq vaxt ki, məhkəmənin qərarı ilə aliment təyin edilib, amma ala bilmir. Bu halda nə edə bilər? Məhkəmə qətnaməsi varsa, aliment təyin olmaqla bağlı, onu artıq müəyyən eləmək lazımdır ki, hansı icra orqanındadır, icra məmurunu tapmaq lazımdır. Bəli. Ondan sonra icra məmurundan onun icra olunmasını tələb eləmək lazımdır. Yəni bunun sadə yolu budur. Aydındır. Digər bir suallar da var. Bizə hal-hazırda sosial media üzərindən yazan da bir xeyli izləyicimiz var və sizin də suallarınız varsa yeri gəlmişkən yaza bilərsiniz. Deyir, əgər işçi məcburi iş buraxmaya görə əvvəlki iş yerinə məhkəmə qərarına əsasən bərpa olunarsa, işçi işə çıxmadan həmin dövrlərə görə pul məbləğini ala bilərmi? Yoxsa mütləq şəkildə işə çıxmalıdır və sözü gedən pul məbləğini aldıqdan sonra istəsə öz xahişi ilə işdən çıxa bilərmi? Yəni işçi məhkəmə gedən dövrdə artıq başqa işdə işləyir və hazırki işdən çıxmaq istəyir. Sadəcə məhkəmə mübahisəsi olan iş yerindən kompensasiya almaq istəyir. Aydındır. Demək, orada məhkəmə qətnaməsi çıxıbsa artıq, yəni işçi işə bərpa olunubsa, o məcburi iş buraxma dövrü nə qədərdirsə o hesablanacaq, ona görə ona ödəniş ödəniləcək. Yəni o pul kompensasiya şəklində ona veriləcək. Və həmin işə çıxmalıdır ki, çünki məhkəmə orada qərarında göstərir ki, işə bərpa olunsun. İşə bərpa olunursa, artıq qətnamə qanunu qüvvəyə minəndən sonra o işə çıxmalıdır, həmin iş yerinə. Əgər işə çıxırsa, işə çıxan həmin gündə ərizə yazıb işdən yəni çıxa bilər. Yəni belə deyək də, işdən xaric olmasından bağlı müraciət edə bilər. Aha. 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Bizə ünvanlanan suallarınız var sizdən gələn və həmin sualları burada səsləndirəcəyik. Yazılı formada öz suallarınızı göndərə bilərsiniz. İlkin Məmmədov bugün bizim vəkil qonağımızdır və əlbəttə ki, suallarınızı o
cavablandırır. Digər bir sual var. Deyir ki, şəxs kredit götürüb təsərrüfatla bağlı, sonra deyir vəfat edib. Pensiyada deyir almayıb. Həmin kreditə deyir nəsə güzəşt ola bilərmi? Kredit götürüb təsərrüfat qurmaq üçün bu əsnada da vəfat edib və eyni zamanda belə başa düşüm ki, pensiya kapitalı da olub, belə fərz edək sualdan və həmin kreditə deyir nəsə güzəşt etmək olarmı? Yəni burada ümumiyyətlə əgər şəxs vəfat edibsə, kredit götürən. Bəli. Yəni artıq burada kreditin tələb ediləcək şəxs yoxdur. Yəni o halda belə deyək, kimdən tələb edəcəklər? Çünki şəxs vəfat edib yoxdur. Əgər vərəsələri müəyyən olunarsa, artıq onun vərəsəçisi kimsə onun mirası qəbul edərsə, onlardan tələb etmə, həmin vərəsələrdən tələb etmə hüququ yaranır kreditorun. O isə gələcəyin məsələsidir. Amma bu gün Güzəşt məsələsi amma yoxdur. yox, güzəşt məsələsi yox. Nəzərdə tutulmayıb. 2017-ci ildə deyir 90 manat aliment kəsilib. Alimentin indeksasiyası üçün məhkəməyə müraciət etməliyəmmi? İndiki halda. Bəli, əgər aliment məhkəmə qətnaməsindən əvvəllər müəyyən olunubsa, indi indeksasiya ilə bağlı yenidən ərizə ilə məhkəməyə müraciət olunur. Həmin işə baxan məhkəməyə, əvvəlki məhkəməyə. Həmin məhkəmə qərardat qəbul edib alimenti indeksasiya edəcək, uyğunlaşdıracaq. Yəni bunun üçün birbaşa icra məmuru edə bilməzmi onu? Yox, məhkəməyə müraciət eləmək lazım birinci, məhkəmə qərardat qəbul eləsin, ondan sonra icra məmuruna yönləndirəcək onu. Bəli. O da həmin qərardan yola çıxaraq yeni tələb irəli sürə bilər. Bəli. Digər suallar da var ki, siz də suallarınızı ünvanlaya bilərsiniz. 099 6907 907 və bu istiqamətdə olan suallarınız həm mülki məsələlərlə bağlı ola bilər, eyni zamanda əmək münasibətlərlə bağlı olan məsələ ola bilər və əlbəttə ki, digər məsələlərlə bağlı da, yəni deyək ki, ailə münasibətlərlə bağlı olan məsələlər də ola bilər. Suallarınızı yazın, göndərin. Biz də burada cavablandıraq. Deyir ki, rüsumlardan danışılmır. Xahiş edirəm, bu məsələ ilə bağlı bir vəkil dəvət edəsiz. Vəkil rüsumlara baxan bir şəxs deyil. Ona görə də vəkil dəvət etsək belə, yəni bu onların səlahiyyəti çərçivəsində olan bir məsələdir. Rüsumlar dövlət tərəfindən, dövlət orqanları tərəfindən müəyyənləşdirilir. Ona görə də vəkil çağırsaq belə, bu həmin şəxsin, vəkilin bir növ səlahiyyət sahəsi deyil. Sadəcə olaraq o mövcud rüsumlar üzərindən danışa bilər. Düzdürmü İlkin bəy? Yəni mövcud rüsumlar üzərindən qanunvericiliyin tələblərinə uyğun şəkildə, amma qanunverici orqan, deyək ki, Milli Məclis və yaxud da ki, icra orqanları hansısa bir formada rüsum qəbul edirsə və yaxud da dövlət tərəfindən o rüsumlar qəbul edilirsə, bu artıq dövlət və dövlət orqanlarının, müvafiq orqanların səlahiyyətində olan məsələdir. Onlar bu sualları cavablandıra bilərlər. Biz də burada sadəcə olaraq məhz vəkillər və vəkillərə uyğun ünvanlanacaq suallar cavablandırırıq. Bizə yeri gəlmişkən İlkin bəy, ümumilikdə sosial mediadan da yazılan və göndərilən suallar var. Onlardan da istərdim ki, bir səsləndirək. Dinləyicilərimiz bizə yazıblar sosial media üzərindən. Deməli, deyir ki, mənə izah edərdiniz 0,1, yəni 3 promilə çatmayıb. Vəziyyətdə, sərxoş vəziyyətdə saxlanılıb şəxs və alkotesterdən deyir, göstərildi bu rəqəm və ona deyir 3 promildən az olduğu halda və anlaq vəziyyətdə olduğu halda içkilisən deyib də müəyyən bir sükan arxasında əyləşməyi qəbahət bilib və yaxud da ki, irad tutmaq və cərimə yazmaq nə dərəcədə doğrudur? 0,3 promildən aşağı. Bax, belə bir sual ünvanlayıb bizə dinləyicimiz. Yəni o promildən 0,3-dən aşağı promil artıq deməkdir ki, şəxs sərxoş vəziyyətdə deyil. Bəli. Bu belədirsə, artıq onun barəsində nə inzibati xəta haqqında tədbir görülə bilər, nə cərimə oluna bilər, yəni o yerində buraxılmalıdır. İndi orada situasiyanı yerində bilmirik də, orada necə olub, həqiqətən o alkotester nə göstərib. Ona uyğun olaraq, yəni əgər ondan aşağı göstəribsə, burada inzibati xəta tərkibi yoxdur. İnzibati xəta tərkibi yoxdur. Mən deyir 13 il pis işdə, yəni ağır işdə işləyib çalışmışam deyir. 62 yaşım var. O zamanlar deyir biz 1 il 2 ilə sayılırdı. Yəni dinləyicimizin işlədiyi vaxtlar. İndi deyir necə pensiya ala bilərəm? Yəni müəyyən mənada o ağır işlərdə işlədiyinə görə daha tez pensiyaya çıxmaq imkanı varmı? Bəli, o nəzərdə tutulub, o ağır şəraitdə olan işlərdə. İndi o işlər ona aiddirmi, yoxsa yox, o məsələ var, düzdür? Hə, indi biz bilməliyik hansı işdə işləyib, çünki o Nazirlər Kabinetinin qərarı var onunla bağlı, o müəyyən eləyir hansı işlər, o ağır şəraitdə olan işlər hesab edilir və onlara görə
pensiya çıxmaq tez, gec pensiya çıxmaq və onun əsasında əlavə pensiyalar almaq hüququ müəyyən olunur. Ona görə belə biz adətən bizə də belə müraciətlər olur, vətəndaşlar müraciət eləyir. Ən yaxşı biz də məsləhət görürük ki, dost xidmətinə, o bilavasitə pensiya ilə bağlı dövlət orqanları hansı xidmət göstərirlər, ora müraciət etsinlər. Orada həm izah edəcəklər vətəndaşa hansı hüquqları əmələ gəlir, həm də onunla bağlı bilavasitə xidmət göstərəcəklər. Bəli. Çünki vəkil məsləhət verir, amma sonrasını yenə də orqana getməlidirlər. Bəli. Çünki o işçilərin siyahısı var. Nazirlər Kabinetinin bununla bağlı bildiyim qədər qərarı var və o qərarda siyahıya müəyyən bir işlər, pilotlar var, ağır işlə çalışan şəxslər var, kimyəvi yer altında, yer üstündə, havada, şaxtalarda filan, bax bu kimi ağır işlər sayılan işlər var. Yeri gəlmişkən ötən günlərdə Milli Məclisdə büdcə müzakirələri gedərkən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev daha 65 peşənin, ixtisasın, sahənin də bax bu belə desə ağır peşələr siyahısına əlavə olunduğunu qeyd etdi və həmin o şəxslər də, hansı ki 65 digər əlavə peşə sahibləri də bir növ 5 il daha tez pensiyaya çıxa biləcəklər ki, bunda bir əlavə belə desə üstünlük yaratdı həmin şəxslər üçün də. Deyir ki, mənim qızım 2017-ci ildən ərdədir. Boşanmaq istəyir. Ailədə deyir, bir az yaşlı uşaq var, 7 yaşında oğlan uşağı. Uşağa deyir, bir otaqlı mənzil tələb edə bilərmi məhkəmə yolu ilə? Boşanmadan sonra harda yaşamalıdırlar? Mənim deyir, evdə xəstə atam var, o özünü idarə edə bilmir və o halda onlar hara köçə bilərlər? Yəni, ata evinə qayıdıb gəlsə, belə-belə bir şərait yoxdur. Yəni, indiki halda şəxs, yəni ərdən ev tələb edə bilərmi? Və yaxud da ki, deyək ki, aliment qarşılığında mı və yaxud da ki, aliment qaldığı halda belə? Bu, aliment tələbinin olmasının əmlaka heç bir aidiyyəti yoxdur. Yəni, əmlak tələbi ayrıca bir məsələdir. Əgər aliment tələb edə, eyni zamanda əmlak da tələb edə bilər. Amma o ki, qaldı, uşağa görə o dinləyici soruşur. Bəli. Bircə incəftöründə əldə olunmuş əmlak tərəflər arasında, ərlə arvad arasında o uşağa nisbətdə bölünmür də. Yəni uşaq oldu, olmadı, onun dəxli yoxdur. Yəni orada uşağa pay verilmir. O ərlə arvad arasında bölünür. Və burada əsas şərt bircə incəftöründə əldə olunmasıdır əmlakın. Bircə incəftöründə əldə olunubsa, təbii ki, oradan pay tələb edə bilər. Qanuna görə yarısı belə deyək, xanıma çatacaq. Amma bu yoxdursa necə? Yəni, ata öz evindən övladına hansısa bir formada vermək məcburiyyətindədirmi evin hansısa bir hissəsini? Yoxsa belə bir məhkəmədə və yaxud qanunvericilikdə belə bir hal yox, elə bir məcburiyyət yoxdur. Yəni, o atanın artıq öz istəyinə, vicdanına qalır ki, övladına qarşı münasibəti necədirsə, yəni vermək istəsə verə bilər. Amma qanun məcbur eləmir onu ki, sən əmlakından uşağa nəsə verməlisin. Bir növ belə desək, əgər ata hansısa bir formada sizin dediyiniz o vicdan məsələsindən biraz məhduddursa, deyəcək ki, mən boşuyuram, uşaq da səndə qalırsa, alimentini verəcəm, get başının çarəsinə bax. Məsuliyyəti, belə deyə öhdəliyi bir alimentdir, aliment ödəyir. Bir də gələcəkdə uşaq əgər, belə deyək də, indi atası rəhmətə gedərsə, vərəsəlik qaydasında ondan əmlak varsa, vərəsəlik qaydasında keçə bilər övladına. Yəni, vərəsəlik açdıra bilər ki, atamdan qalan hansısa bir mülk mənə də oradan bir pay düşsün deyə. O da, bəli, indiki halda biraz real görünmür, yəni ki, mövcud şəraitdə. Qısa bir reklam arasında keçid alacağıq. Suallarınız varsa yaza bilərsiniz. 099 6 907 907 bizim WhatsApp nömrəmizdir. Bizi həmçinin sosial mediada da canlı izləyə bilərsiniz. Hal-hazırda YouTube-da, Yurd FM-in həm də Vaxt Medianın YouTube kanalında, eyni zamanda TikTok səhifələrində də canlı yayımlanırıq. Oradan da suallarınızı göndərə bilərsiniz ki, biz burada eyni vaxtda hər iki tərəfdən olan sualları, həm WhatsApp üzərindən gələn sualları, həm də sosial media üzərindən gələn sualları cavablandırırıq. Yazın gəlsin, burada cavablandıraq. Qısa bir reklam arasından sonra qayıdacağıq və suallarımızı səsləndirəcəyik. Davam edirik. Qısa bir ara keçdi və biz hal-hazırda Radio Vəkil proqramını sizə təqdim edirik. Məlumat üçün bildirim ki, bugün biz əmək münasibətlərindən danışırıq və əmək münasibətləri çərçivəsində işçi və işə götürənlə yaranan münasibətlərə və bu istiqamətdə olan suallara, necə deyərlər, diqqət ayırmışıq. Sizin də bu istiqamətdə, bu səpkili suallarınız varsa bizə ünvanlaya bilərsiniz. Məlumat üçün bildirim ki, 099 6 907 907 WhatsApp nömrəsində hal-hazırda sizin suallarınız qəbul
qəbul olunur. Eyni zamanda sosial media üzərindən də öz suallarınızı göndərə bilərsiniz. Digər bir məsələ var. Deyir ki, mən güzəştli şərtlərlə zərərli işdə çalışmışam və bu işdə çalışdığıma görə amma mənə pensiya vermirlər. 61 yaş, 32 il staj var və hazırda deyir, hər birdə çalışıram. Belə olan halda dinləyicimiz necə və hara müraciət etsin ki, onun zərərli işdə və müəyyən bir bax bu kimi imtiyazdan yararlansın? Yenə bayaq oxşar sual idi, yenə eyni vəziyyətdir. Dost mərkəzə deyirsiniz, müraciət etsin. Dost mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qurumlarına müraciət edir. Yəni o pensiya təyin edən, onu müəyyən edən qurumlara həmin qurumlar onu cavablandıracaqlar. Yəni əsas varmı? Və yaxud ki, niyə imtina veriblər? Səbəbini göstərəcəklər. Əgər cavabdan narazı qalarsa, o halda məhkəməyə müraciət edib, məhkəmə qaydasında təyin olmasını tələb edə bilər vətəndaş. Deyir ki, müəllimənin ixtisası bağlanıbsa, direktor işdən çıxara bilərmi həmin müəlliməni? Yəni, müəlliməni məktəbdə deyək ki, dərs dediyi fənn üzrə həmin ixtisasın deyək ki, tədrisi mi dayandırılıb, hansısa bu və ya başqa bir səbəbdən və ya belə olan halda direktor artıq sənə bizdə dərs yoxdur, iş yoxdur deyib işdən azad edə bilərmi? Yox, əgər rəsmi əmək müqaviləsindən işləyən müəllimədirsə, işçidirsə, dərs yoxdur deyib, onun əmək müqaviləsinə xitam verilə bilməz. Yəni, bu proseduru var, belə deyək, xitam verilə bilər, amma əsasları olmalıdır da. Yəni, bu ixtisarla bağlı məqsədə prosedur başlanmalıdır. İxtisarla bağlı o tələblərə, əmək məcəlləsinin tələblərinə əməl olunaraq, bəli, sonradan ona əmək müqaviləsinə xitam verilə bilər. Yəni, bu qanunvericilik hardasa nəzərdə tutular bilirsiniz. Deyir ki, atanın sadəcə aliment ödəməklə məsuliyyət daşıması nə qədər doğrudur? Bəzən alimenti belə vaxtında ödənilmir. Xanım onun da övladına baxır. Qanun burada qadının hüquqlarını pozmurmağı, uşaq körpə olanda qadın işləyə bilmir və əgər kirayədə yaşayırsa, çətinlik sadəcə qadına düşmüş olmurmu? Az əvvəlki sualımızla bağlı fikrini yazıb bizim dinləyicimiz. Təbii ki, əslində elədir. Bir də qanunvericilik, yəni atanın, ananın hüququnu bunları ayırmır. Yəni belə deyək, valideynlərin uşaq üzərində öhdəlikləri eynidir. Yəni hər bir həm ata, həm ana uşaq üzərində eyni öhdəlikləri var və eyni də hüquqlar daşıyırlar. Yəni hər ikisi eyni səviyyədə valideyndir. Sadəcə olaraq indi o ailə belə deyək, pozulduqda, boşanma olduqda birinin digərinə tələbləri olur. Orada da məhkəmə qaydasında müəyyən olunur ki, məsələn, uşaq ananın yanında saxlanılırsa, atanın hansı öhdəlikləri var, ata nə etməlidir, atadan nə tutulmalıdır. O halda məhkəmə müəyyən edir aliment. Yəni, uşaq ananın yanında saxlanılıb, o halda atadan ananın xeyrinə aliment tutulmalıdır uşağa görə. Başqa, yəni, əsaslar ola bilər, məsələn, uşağın xəstəliyi ola bilər, başqa təhsilinlə bağlı xərcləri ola bilər. Bununla da bağlı təbii ki, ata da öhdəlik daşıyır, o da onu qarşılamalıdır. Alimentdən əlavə. Alimentdən əlavə, bəli. Əgər eləmirsə, onu da yenə məhkəmə qaydasında müraciət edib, mübahisələndirmək olar. Sübutları təqdim edib, əsasları qoyub, o pulları da tələb etmək olar atadan. Az əvvəlki sualla bağlı, izləyicimizin sualla bağlı yazıb ki, dosta müraciət etmişəm, deyir ki, sizə düşmür, eyni zamanda deyir, 50 il qızım var, təkanayam, kirayədə qalırıq, ona baxır, belə anladım ki, hər halda istənilən halda bu dinləyicimiz daha əvvəl o zərərli işdə çalışdığını əsas gətirdi. Amma eyni zamanda da 50 şəxsə də baxması məsələsi var. O da ona görə ayrıca müavinət də ala bilər və ya vaxtından tez pensiyadan. Yəni bu əsasla bəlkə desəniz və yaxud da ki izah etsəniz, əsas gətirsəniz sənəd formasında filan, hər halda yəqin ki sizə müəyyən bir köməklik göstəriləcək. Yəni təkcə işə görə yox, işə görə hansısa bir formada imtina gəlibsə, amma bu formada bəlkə ola bilər. Bir sual da ünvanlayıb, deyir ki, vəfat edən şəxsin kapitalını yoldaşının kapitalına keçirmək olurmu? Yəni o hansı ki ödədiyi pensiya kapitalından gedir söhbət yəqin ki. Onunla bağlı çoxlu elə məsələlər var, suallar var, amma mən bilən hələ ki o mexanizm işləmir. İşləmir, hə? Bəli. Yəni deyək ki, amma 2026-cı ildən deyirlər ki, belə bir qanunvericilikdə belə bir şey hal ola bilər ki, olsun ki, müzakirə gedir. Məsələn, bu pensiya kapitalı ilə bağlı, övladlarına ötürülməklə bağlı, amma bu da hələ ki tam olaraq dəqiq deyil. Sadəcə söz olaraq. Orada da var idi ki, şəxs özü də, məsələn, vaxtından əvvəl öz pensiya kapitalını çıxardıb, məsələn, xərcləmək istəyir, istifadə eləmək istəyir.
Yəni o Amma o da söz olaraq qalır. O da söz olaraq qalır. Elə yenə onunla Bəli. bağlı bir reallaşma. Deyir ki, anamdan qalan bələdiyyə sənədli evi digər vərəsə satıb, notarius qaydası olmadan qeyri-rəsmi satıb üçüncü şəxsə. Həmin alıcı deyir, bilir ki, qanunsuz alıb və qanunsuz hərəkətlər edib evin sənədləri üzərində. Yəni, valideynlərim də deyir, rəhmətə gedib geri qaytara bilərəmmi? Bir də vərəsəlik vaxtını deyir, ötürmüşəm. Məhkəmədə vərəsəlik müddətini bərpa edə bilərəmmi? Soruşur dinləyicimiz. Müddətlə bağlı bəli. Əgər notariat qaydada vərəsəlik işinin açılmasıyla bağlı müddət ötürübsə, məhkəməyə də müraciət edib məhkəmə qaydasında bunu eləyə bilər. Amma o ki qaldı, o miras əmlakın deyir başqasına satılıbdır onun payı. O biraz onu müəyyən eləmək lazımdır. Əgər vərəsəlik qaydasında əmlak qəbul olunmayıbsa vərəsələr tərəfindən ölünün adına olan əmlak satıla bilməzdir. Yəni bunun belə deyək, notarial qaydada alqı-satqı, öz gəncləşdirmə bununla bağlı müqavilə bağlana bilməz. Mütləq qəbul olunmalıdır vərəsələr tərəfindən. Ondan sonra satıla bilər üçüncü şəxsə. İndi orada dinləyici bilmirəm, o vəziyyət necədir orada, o dəqiq. Bir nüansı soruşum sizdən. Bax, elə bu sualın əsasında. Deyək ki, məsələn, ev sənədsiz evdir. Məsələn, və ya bələdiyyə torpağında tikilib. Bugün bu cür evlər yarım milyona yaxın təkcə paytaxt Bakı və ətraf qəsəbələrdə 500 mindən çox ev var. Baxın, belə olan halda şəxsin valideyninin evi olub. Evin heç bir sənədi yoxdur. Ata da vəfat edib, ana da vəfat edib. Deyək ki, iki qardaş evdə müəyyən bir varis kimi belə evin sahiblənə bilərlər də. Yəni iki qardaş arasında bölünə bilər, bir evdən gedir söhbət. Qardaşlardan biri digər qardaşı xəbər etmədən digər şəxsə satır evi. Bəs o qardaş hansı halda bir növ o sənədsiz evə iddia qaldıra bilər ki, və yaxud da ki isbatlaya bilər ki, mənim xəbərim olmayıb və yaxud da ki o evin sənədində problem var, bax ümumiyyətlə yoxdur və yaxud da ki oradan da mənə pay düşür. Bax öz haqqını, hüququnu necə tələb edə bilər? Onu belə deyək, ümumiyyətlə o tip evi satmaq belə deyək, mümkün deyil. Yəni, necə mümkün deyil? Rəsmi qaydada, yəni qanunvericiliyin müəyyən etdiyi qaydada, notarial qaydada alqı-satqı etmək olmur o cür evi. Çünki evin heç bir sənədi yoxdur. Bəli. Mülkiyyət sənədi olmayan ev notarial qaydada heç bir halda alqı-satqı eləmək mümkün deyil. Ona görə deyək ki, başqa bir üçüncü şəxsə sənədsiz evi hər hansı bir formada satırsa, bu deyək, belə deyək, faktiki satışdır da, yəni belə oralarında razılaşırlar, pul verir, o da əlində nəsə bir sərəncam mı və yaxud da hansısa bir bələdiyyə sənədi var mı, onu ona verir və yaxud da belə bir praktika var idi, etibarnamə verirlər ki, bu evi sənə verdim. Bəli. Və onun əsasında güya ki, sanki satır, amma əslində bu alqı-satqı demək deyil. Və onu alan şəxs də özünü riskə atır, yəni sabah o həmin aldığı evi öz adına necə keçirəcək, onu necə sənədləşdirəcək, ona dair mülkiyyət sənədini necə alacaq, o da müəmmalıdır. Yəni, amma fakt oradadır ki, fakturasındadır ki, ev getdi əldən. Hə, ev getdi. Amma bunu qanunla da heç bir halda deməli isbatlamaq mümkün deyil. Belə deyək, digər qardaş onu isbatlayıb, sübut elə bilməz ki, eləmək daha doğrusu çətindir, mümkün deyil ki, o satıbdır, mənim razılığım olmayıbdır, mənə də oradan pay düşməli idi. Yəni bunu sübut eləmək biraz çətin mexanizmdir. Sənəd yoxdur. Çünki rəsmi işinə yoxdur. Bax, bu da ayrıca bir problemdir. Mən Türkiyədə yaşayıram, burada belə bir qanun var. Ər və arvad öldükdən sonra bunlarda biri öz pensiyası ilə bərabər həyat yoldaşının pensiyasını da alır. Hətta evlənməmiş qızı varsa ona da verilir. Eyni zamanda ər vəfat etdikdən sonra da qadın pensiya yaşına çatmasa belə pensiya xanımına verilir. Bizdə belə bir qanun heç mi yoxdur? Dinləyicimiz soruşur. Bizdə də var, belə bir qanunvericilikdə belə bir şey var bizdə də. Amma bizdə öz pensiyası, üstəlik də həyat yoldaşının pensiyasını alma yox. Orada seçim eləyir. Tutalım, özü də pensiya yaşına çatıb, pensiya hüququ əldə eləyib. Eyni zamanda həyat yoldaşının da pensiyası var, pensioner idi, o da pensiya alırdı. O halda ya öz pensiyasını almağı üstün tutur və yaxud da ərinin pensiyasını seçir. Hansı daha yüksəkdirsə pensiya, onlardan birini seçə bilər. İki sualımız var. Qısaca cavab istəyəcəm. Vaxtımız tamamlanıb artıq. Deyir ki, işə götürən öz kabinetində işçi ilə kobud davranırsa, onun səs yazısını və ya videosunu çəkib məhkəməyə təqdim edə bilinərmi? Əgər mümkündürsə, onda hakim işə götürən barəsində hansı tədbirlər görə bilər? Buyurun. Belə deyək, o sübut, yəni baxır hansı halda o sübut kimi istifadə oluna bilər. Yəni o tələbi nədir, o işə götürəndən nə istəyir, onu işdən çıxarıblarmı, çıxarmayıblar. Çıxarıblarsa deyək ki, işdən çıxarıblar. Tutalım, əsas kimi göstərə bilər ki, mənə təzyiq edir, təsir eləyir, işdən çıxmağa məcbur eləyir.
Ona görə işə bərpa üçün o sübutlardan 1-2 man əlavə eləyə Və bilər. yaxud ki, əlavə kompensasiya kimi məhkəmədə iddia qaldıra bilərmi? O artıq o belə Şərəf və ləyaqətin pozulduğuna ayrı görə. tələbdir, başqa tərəfdir. Şərəf və ləyaqətin pozuntusu belə deyək, alçalması tələbindən bağlı pul tələb eləyə bilər. Mənim əsas iş yerimdir var və əlavə xidməti müqavilə ilə işləyirəm və bu xidməti müqavilə aldığım məvacibdən 40% ümumi olaraq tutulmalar olur. Bu nə dərəcədə düzgündür? 25% gəlir, 2% sosial sığorta, 13% isə DSMF ödənişlərinə tutulur. Qanun tələbləri necədir? Bu normaldır, yəni bu belə olur. Çünki xidmət müqaviləsi mülki hüquqi müqavilədir. Yəni kiməsə xidmət göstərir, onun əsasında da əldə etdiyi gəlirdən həm vergi tutulur, həm sosial müdafiə xərcləri və digər xərclər, yəni onlar hamısı tutulur. Orada qanunsuz heç nə yoxdur. Təşəkkür ederiz sizə. Çox sağ olun İlkin bəy. Gəldi, suallarımızı cavablandırdınız. Əmək münasibətlərindən danışdıq. Bugün Radio Vəkil proqramını bugün olan buraxılışını yekunlaşdırırıq. Sabah maraqlı bir mövzuyla qarşınızda olacağıq. Odur ki, bizi mütləq dinləyin və sosial mediada izləyin. Sizinlə mən Xəyal Orucoğlu idi. Hələlik.